Aprel ayında bürclərin uğurlu günləri pul maddiyyat baxımından, şəxsiyyət baxımından, uğur, şans, sağlamlıq, algı-satqı baxımından, şəxsiyyətdə böyük bir dəyişiklik etmənin baxımından bu günlərdən istifadə edə bilərsiniz. Yaşıl işıqdasınız. Qoçlarda 2-si 13, 15, 19, 21, 25, 27, 29-udur. Buğa bürclərində 2-si 4-ü, 6-sı, 8-i, 9-u, 14, 17-si, 23, 25, 28-də uğurlu bir zaman. Əkizlər bürcündə 1-i, 4-ü, 5-i, 7-si, 9-u, 13, 15, 18, 24, 26-sıdır. Xərçəng bürclərində 2-si 10-u, 14-ü, 18-i, 23, 27, 29-u aprel uğurlu bir zamandır. Şir bürclərində 1-i, 3-ü, 5-i, 6-sı, 11-i, 13-ü, 14-ü, 17-si, 21, 25-i, 28-i, 30-u uğurlu bir gündür. 29 aprel zaten çox bürcdə uğurlu bir zaman olacaq. Çox planlarınız 29 aprelə sala bilərsiniz. Qız bürcləri 1-i, 2-si, 4-ü, 6-sı, 7-si, 10-u, 15, 16-sı, 18-i, 21, 24-ü və 29-udur. Tərəzi bürclərində 1-i, 4-ü, 5-i, 7-si, 13, 19-u, 24, 25, 27, 28, 30-udur uğurlu bir zaman. Əqrəblərdə 2-si, 4-ü, 5-i, 6-sı, 12-si, 14, 18, 24, 26, 28, 30-udur. Əqrəb bürclərində 2-si, 4-ü, 6-sı, 12-si, 14, 16-sı, 20, 24, 28, 30 uğurlu bir zamandır. Oxatanlarda 1-i, 4-ü, 9, 13, 14, 17, 21, 25, 27-sidir. Oğlaqlarda 1-i, 9, 14, 17, 22, 27-dir. Dolça bürclərinin çox əfsuslar olsun ki, çox az uğurlu bir ayı var, amma uğurlu bir zamandır. 3-ü, 6-sı, 8-i, 9-u, 21-i, 30-udur. Və balıqlarda 2-si, 7-si, 15, 21, 26, 30-udur. Uğurlu bir zaman. Həmin zamandan istifadə edərək ayınızı həmin günlərdə planlaşdırın. Şans olaraq, uğur olaraq, həm günəş olaraq, həm planetlərin təsiri olaraq yenilənmiş bir zamanda olacaqsınız.